Ulu Tanrının adıyla mən öz növbəmdə yenə də oxucularımıza və izləyənlərimizə Nəvid Azərbaycan YouTube'unda bir daha salamlayıram və hər vaxtınız xeyir olsun deyirəm. Biz bir daha Sulduz şəhərindəyik. Sulduz şəhərində cənab doktor Hadiye Nurinin xidmətindəyik. Mən hər şeydən qabaq lazım görürəm oxucularımıza, izləyənlərimizə Ay doktor Hadiye Nurinin barəsində çox bir qıssaca bir məlumat verəm. Tanımayanlar bilsinlər. Hərçənd ki, Ay doktor Hadiye Nuri bizim Sulduz şəhərimizin görkəmli və çox bir dəyərli bizim şəxsiyyətlərimizdəndir ki, xalq içində, cəmaatın içində özünə məxsus bir yer alıbdır. Ay doktor Hadiye Nuri deməliyəm ki, öz neçə sahədə bunun ixtisası var. Lisansı Umrandır. Umran lisansı var. Mühəndisliyi Umran danışqahdan bitiribdir. Ondan sonra fövq lisansı ya Karşınas Ərşədi hüquq xüsusi qutarıbdır. Danışqah sərasəri Urmiyədən və doktorası da müdiriyyət vərzişidir Xarəzmi danışqahından. Və hal-hazırda fövq doktorayı müdiriyyət vərzişdir danışqah Qazi Ankaradan ki, dəqiqət lap axırlarda inşallah tezindən müdafiə edəcəkdir və dərsini bitirəcəkdir. Hal-hazırda Ay doktor Hadiye Nuri bizim Qərbi Azərbaycanımızın danışqahlarının ustadıdırlar. Heyət-i Elmiyə Danışqahı Azad Mərkəziyə Tehrandılar. Ondan sonra Qazi Ankara danışqahısının ustadıdırlar orada və üzv Əncümən Elmi Vərzişi Türkiyədə fəaliyyətləri vardı. Və bunu da deməliyəm ki, Ay doktor Hadiye Nurinin 6 cil kitabı vərziş barəsində çap olubdur və yayılıbdır camiədə. Bir müdiriyyət bazaryabi vərzişidir ki, kitabı çap olubdur. Çox dəyərli bir kitab. Ondan sonra müdiriyyət sistemhay ittilatıdır. Bu da ikinci kitabıdır. Huş sazmanı və fərhəng sazmanıdır. Bu haqda kitabı yazılıbdır. Müdiriyyət Berənd dər vərziş bir obisi kitabıdır. Ondan sonra Təsvir bədəni və bəhrəbərdari karkunan bir ayrı bir kitabıdır. Ondan sonra Nahəncari Zanuy parantezi barəsində ki, bir müşkil cismani məhsub olur. Onun barəsində bu kitab yazılıb. Bir dənə də hal-hazır tərcüməsi vardı. Hüquq Kudəkan dər vərziş ki, bərhab 2 dildə bu öcüsü mən eşitdim. 2 dildə çap olacaqdır. Həm farscaq və həm də İstanbul türkçəsicaq bu çap olacaq. Bunlardan da keçsək Ay doktor Nurinin çoxlu məqalələri ulum-i vərziş barəsində çoxlu yerlərdə, çoxlu kanallarda, çoxlu dərgilərdə, nəşriyyələrdə, mətbuatda Ay doktor Nurinin məqalələri çap olubdur və həmçinin Ay doktor Nuri hal-hazırda Şəhristan Nəqədeyn Reis Heyət Bədənsazi və Pərvəriş Əndamıdırlar. Və dəbir Heyət Bədənsazi və Pərvəriş Əndamı bizim ustalarımızdırlar və həmçinin reis və dəbir Heyət Pezeşki Vərzişi Azərbaycanı Qərbidirlər. Şəhristan Nəqədeyinkilərdirlər. Hər hal bunun rezüməsində müşəxxəsdir və görsənir Ay doktor Hadiye Nuri dəqiqət əsli təxəssüsü vərziş barəsindədir. Spor ya idman barəsindədir. Mən bu qədərə nə qədər danışsağa Ay doktor sizin barənizdə azdır. Amma çox istəmədik İtaliya kəlam ola. Mən o giriş söhbətimizi mən istəyirəm ki, traktor timindən başlayaq. Hətta sizin bir traktorun o qəhrəmanlıq zamanında bir 5-10 gün bundan qabaq idi. Siz gözəl Ay doktor Məhəmmədi ilə də bir qəşəng şeiriniz sosial şəbəkələrdə yayılmışdı, çox qəşəng özünə yer açmışdı və təxəssüsünüz də və hətta payənnaməniz və teziniz də sizin traktor barəsindədir. Mən ilkin sualı sizə belə verirəm ki, traktor timini siz nə tərcih görürsünüz? Yəni indi əlan
bizim camiəmizdə türklərin içində traktor özünə bir məxsus bir yer açıbdır. Yəni elə sən belə deyək də, yəni traktor bir dənə hüviyyət, türklərin bir dənə hüviyyəti olubdur. Siz bunun barəsində bir söhbətlərinizi açarsınız, traktoru necə görürsünüz, bunun gələcəyini necə görürsünüz? Bunları da bizə bir oxucularımıza, izləyənlərimizə də bir izah eləsəz, sonra söhbətlərimizi bu əsnada davam edərik. Buyurun. Allah'ın adıyla çok hoş gəlibsiz, Aygötür. İkinci huzuru yüzden bizim dəftərimizdə təşəkkür eləməyimiz lazımdır. Dər rabitə bu biografi bir-iki dənə mətləb var idi. Mən ərz eləməliyim xidmətinizə ki, təsih olmalıdır biraz. Hal-hazırda dəbir və rəisiyyət pərvərişindən deyirəm. Mən əski zamanlarda 97-98-də dəbir və rəisiyyət pərvərişindən, yəni rəisiyyət pərvərişindən usulduz və dəbiri ustan idim. İndi rəis və benoyi dəbiri heyət pezeşki vərsi şəxsdən nəqədəyəm. Dər rabitə bu biografim bəli buyurdunuz ki, mühəndis icrayı Umran, karşinasi ulumu vərzişi, karşinasi ərşəd ulumu vərzişi danışıq ulum təhqiqat Təbrizdən با پایان نامه 1980 یعنی درجه عالی رساله دکترا با پایان نامه یا رساله 1930 یعنی درجه عالی و نفر اول ورودی 93 دانشگاه خوارزمی فارغ تحصیل olmuşam. بعد از فارغ تحصیلی yani dalbadalı ben gittim Danışgah Gazi Ankara'ya ve oradan pəziriş aldım با توسط rezonam və pəjühişləri postdoktoral ya fوق doktor oldum. Əvvəlim pəjühişgər fوق doktoray Danışgah Gazi Ankara ve əvvəlim pəjühişgər fوق doktorayı Qərb ya Şimal Qərb İran در حیطه مدیریت ورزش. در رابطه با تراکتور mənim risaləm 99'da dif oldu traktorun barəsində. 96 hududunda başladıq və 99'da dif oldu. Əvvəlim var idi hüviyyət-i nijad üstündə bu risalə işlənirdi İranda. Mövzusu buydu. Təsir ərziş-های fərdi, hüviyyət timi və hüviyyət nijadi انگیزه شهواداران تراکتورسازی تبریزی o zaman Təbriz idi, sonra oldu traktor. با نقش تعدیل کنندگی keyfiyyət timi. Nə mənə idi mövzusu deyildi, aya bu traktorun timi, yəni fənni lahazdan bahis olur ki, bu tamaşagerlər gəlsin meydana ya nijat lahazından, qovmiyyət lahazından bu tamaşagerlər gəlir meydana. Ki, bunlar tepki porsuşnameyi ki, dağıldılar. Neçə mütəğəyyirə porsuşnaməmiz var idi, dağıldılar və cavabları ki, gəldi şədidən müsbət və mənadar idi ki, traktorun tamaşagerləri çox bordubaxta gəlmirlər. Çox bordubaxta gəlmirlər və özlərin göstərməyə, öz nicatların, öz kimliklərin göstərməyə vərzişgahda huzur tapırlar. Bizim ustadımız var idi, Ay Döktür İlahi, mənim ustad rahnamam idi. O zaman rəis danışgahı Ulumu vərzişi Danışgah Xarəzmi idi. Feyli halda olub muavini Danışgah Xarəzmi. O zaman rəis danışgahı indi, muavini Danışgah Xarəzmidir. Bu ağa İsfahanlı idi, bir dənə çox mütəşəxxis ağa və mən həmişə mədyunam ona, doktoramı, fوق doktoramı da ona mədyunam. Gəldi dedi ki, biz İsfahanlıyıq və Sipahansıyıq. Sipahansıyıq çox təbliğdir də hər öz şəhrində. Mən istəyirəm görəm ki, bu traktorun tamaşagerləri niyə hər oyun stadyumu doldururlar, vərzişgahı doldururlar. Çox sadə oyunlarda da bu iş olur, çox önəmli oyunlarda, məsələn, Piruzi ilə, İstiqlal'la bu oyunlarda olur. Hətta mizban da olmayanda, mihman da olanda gene dolur stadyumlar, vərzişgahlar və hətta deyildi, o zaman üçün traktor başqa hayasiyadaydı. Deyildi, hətta siz gediriz Qətərə, tamaşageriniz var stadyumda. Gediriz İmarətə, tamaşageriniz var stadyumda. Və istəyirdi bu nəticəni təmin verir İsfahana. Yəni bu traktorda nəticə ala, bu risalədə nəticə ala və təmin verə İsfahana. Traktor bəd az neçə müddət, bəd az neçə illər ki, hala arada bir çoxlu namehrəbanilər də oldu biləsinə. Gəldi bu illərim haqqını aldı. Bu illərim haqqını aldı və çox təmiz aldı və çox pak aldı. Bəzi timlər kimin çəsb olmadı, federasyona, vizarətə, rantlara filana, qətlən bunu özləri izah edirlər.
Bunu özləri izah edirlər, gəlirlər televizyonda danışırlar. Xəbərnigarlar, karşınaslar deyirlər ki, yəni bunun kimin pak və gözəl qəhrəmanlıq olmamışdı ki, traktor bu il onu qazandı. Ərz bir xidmət dediyimiz kimi traktor çoxlar hala top bir tərəfə gəziyədir. Bir tərəfə gəziyədə də traktorda gəlirlər ağa üzün deyə biz də varıq. Biz də varıq. Bizi də bilin, bizi də görün. Biz az deyirik, biz 35 milyon, 40 milyonuq. Niyə görmüsünüz bizi? Niyə bizim haqqımızı yeyirsiniz? Hər nə mənə də. Ki, bir sahəsi vərdişdir, bir sahəsi futbaldır. Və bunu göstərdi və bahis oldu, traktor dünyada tanındı. Dünyada tanındı, ələl xüsus kişvərhayı, qonşu kişvərlərdə, qonşu ölkələrdə, Türkiyədə, Azərbaycanda, get o yüzden Türkmenistan, Qəzzaqistan hər tanındı. Hətta gəldi dünya sahəsində. FIFA buna təbrik dedi. EFC buna təbrik dedi. Mühimtərin nəhatay futbol ya mühimtərin nəhatay vərzişi dünya. FIFA bir dənə özünə təşkilatdır ki, heç kişvər eləyəməz ondan baş-başa versin. Baş-başa vermək həmin məhrum eləyə biləsin. O gəldi buna təbrik dedi. Böyük nəşriyyələr buna yetirdi. Çox nəşriyyələr, çox ruznamələr buna pərdazış elədi və axırda ki gəldi axır cəşni qəhrəmanısında hududi öz yazdıqları transfer market yazdı, 423, 433 belə bir kanallar var, onlar yazdılar. 250, hətta bəzən 300 minəcək işarə elədilər. Düzdür, vərzişdə 70 min nəfərdir. Amma nədir 70 min nəfərdir? 70 min nəfər ki, səkkularda adam oturmasın. 70 min nəfər ki, projektorda adam oturmasın. 70 min nəfər ki, Şirvanida adam oturmasın. 70 min nəfər ki, dağın dövrəsində, dağın döşündə adam oturmasın. 70 min nəfər ki, yollarda adam qalmasın. Yəni, gəlib girənməsinlər stadiona. Bu, nəşriyyat-ı muhtəbəri dünya bunu 250 min, 300 min nəfər elam elədi. Və bu bir dənə görülməmiş bir şeydir. Tarix vərzişdə, tarix futbolda görülməmiş bir şeydir. Və bu baisi iftixardır. Tamamı türklərə, tamamı türklər ki, dünyada yaşayırlar baisi iftixardır. Çox gözəl bir mətləb var. Biz gedərik Türkiyədə konqrələrə. Mən üçün nəşriyyatın orada heyəti, komite elmsiyəm. Çox ustadlarla düşərik. Əksəri də ustad tamamdılar. Yəni profesordurlar, full profesor. Profesor Mustafa Yaşar Şahin. Mənim ustadı həmkarım dər Danışqa Ağaziyan. Profesor Fikrət Söyər. Profesor Nəmidən Serkan İbiş. Çoxdular. Bunlarla otururuq, bir cəlisatda danışarıq. Bir də söhbət düşər. Hocam biz İrandan ya İranın Azərbaycanından belə deyək, nə mənə sizə gətirməyimiz lazımdır? Soğat üçün. Nə mənə deyirsiniz, biləxərə biz gətirək sizə hədiyə olsun, biləxərə yadigar olsun. Nə mənə istərlər nəzərinizə? Heç bir şey. Sadəcə traktor takımının forması. Bunu istərlər. Hər seri bizdən gəldiniz, yeni köynəyin, yeni formasının, yeni fəslin köynəyin gətirin bizə. Adımızı yazdırın və əksərən ya geyirlər başqa vərzişdə, ya aparırlar, tablo eləyirlər, vururlar otaq heyət elmləri.